Eyni istiqamət üzrə fərqli günlərdə bilet qiymətlərinin 2-3 dəfə dəyişəcəyini bilirdinizmi? Biz sizə ən ucuz uçuş gününü və doğru hava limanını necə seçdiyimizi addım-addım göstərəcəyik. Getdik. Əksər insanlar biletləri yalnız eyni tarixlərə baxaraq alır. Amma biz əvvəlcədən biletlərin ən ucuz olduğu günləri tapırıq. Google Flights'da Date Grid və Price Graph funksiyalarını aktiv edərək biletlərin ən ucuz olduğu günləri müəyyən edirik. Ən bahalı biletlər adətən cümə və bazar günlərinə təsadüf edir. Ən ucuz isə çərşənbə axşamı və çərşənbə günlərində olur. Əgər planınız dəyişiklik etməyə uyğundursa, uçuş tarixlərinizi dəyişməklə 30 hətta 50% kimi qənaət edə bilərsiniz. Eyni şəhərə fərqli hava limanından uçmaq bəzən yüzlərlə dollar qənaət etmək imkanını verir. Məsələn, Parisə səyahət edərkən Charles de Gaulle hava limanı əvəzinə Orly və yaxud da ki Bobis hava limanlarını seçsəniz daha uyğun qiymətə biletlər tapa bilərsiniz. Bunu Skyscanner'da Nearby Airports funksiyasını seçərək aktiv edə bilərsiniz. Eyni qayda London, Berlin və Roma kimi bir neçə aeroportu olan böyük şəhərlər üçün də keçərlidir. Bəzən iki ayrıca bilet almaq birbaşa biletdən daha ucuz ola bilər. Buna Hidden City Ticketing deyilir. Məsələn, Berlinə birbaşa bilet 300 dollardır. Lakin Berlinə Milan üzərindən uçsanız, bu 200 dollar başa gəlir. Milan şəhərini tranzit şəhər kimi seçməklə 100 dollar qənaət etmiş olursunuz. Əgər fərqli şəhərlərə gedirsinizsə, Multi-City biletlərini də yoxlayın. Çünki bəzən bir neçə şəhəri özündə birləşdirən biletlər daha uyğun qiymətə olur. Və yekunda ən ucuz biletləri tapmaq üçün tarixlərdə fleksibil olun və fərqli hava limanlarını yoxlayın. Bu zamana qədər ən uyğun qiymətə aldığınız bilet haraya olub, şərhlərdə qeyd edin və biz də sizin üçün daha çox haqq paylaşaq.